salam, hər birinizi xoş gördük. Dəyərli şəhid əmanətləri, dəyərli vətən oğulları. Hər birinizi xoş gördük. Bugün biz İgid qəhrəman oğullarımızın xatirəsinə həsr olunmuş kitabımızın təqdimatını edəcəyik. Borçalıdan Qarabağa gedən yol. İgid qəhrəman oğulların xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Allah mekanları cennet, peygamber rica etsin. Değerli şehit emanetleri, bildiğiniz gibi ben birçok kitapların müellifiyim. Bu defa istedim ki kitabın formatı tam farklı olsun. Yani Borçalı İgid oğullarının Qarabağ torpağında qəhrəmanlıq göstəriblər, bizim İgid qəhrəmanlarımız. Biz də çalışdım ki, bu kitabda bir neçə qəhrəman oğullarımızın xatirəsini yad edim. Onların xatirəsinə öz yazılarımı yazım. Burada oturan, əyləşən analarının hər biri bilir ki, mən heç vaxt kitablarımda bölgələrə ayırmıram. Fərq etmir, 23 kitab müəllifi olmağıma baxmayaraq kitablarımda bütün bölgelerden bizim qəhrəman oğulların xatirəsi her zaman yad olunur. Hər birinizə öz təşəkkürümü bildirirəm ki, bugün bu tədbirdə iştirak edirsiniz. Ben ilk önce sözü, burada bizim bir qəhrəman oğlumuz var. Her zaman bak bu qapıları bizim yüzümüze açırlar. Fəqan müəllim, istəyirəm ki, ilk sözü sizden alaq. Analarımızı salamlayın, ben sonra... Çok teşekkür ederim, çok teşekkür ederim. Hizmet verdiğinize göre bizim bu gördüğümüz inzibatı bina Vətən Müharibəsi veteranlarına ayrılıqdır ve bu her zaman özünü bilen, vətənimizə, dövlətimizə xidmət edən qeyri-hökumət təşkilatlarının üzünə açıqdır. Bugün ölkəmizdə 5000'den artıq qeyri-hökumət təşkilatları var ki, bunların fəaliyyət hamımız bilirik nədir. Ama bizim əzizimiz Mehriban xanım, Raziliyə xanım, Leyla xanımın böyük xidmətləri var. Bugün bir sual olabilir. Burada görürsən, niye otururlar bir-birə inzibati binanı devlet bunlara niye verib? Deməli, bizim haradasa bu devletin gençlərinin böyüməsində, vətənpərvərlik ruhunda böyümələrində bir damcı da olsa, zərrə də olsa dəyərimiz var ki, verirlər. Kitabın müəllifinə, yazarına, zəhmət çəkənlər öz adından böyük təşəkkürümüzü bildiririk və eyni zamanda Borçalıdan Qarabağa gedən yol adlı bir kitab. 90'cı illərdə biz hangi zövrlərdə yaşamışıq, görmüşük. Doğrudan da ülkəmizin Ermənistanla inzibat ərazi müvafiqliyində gedən döyüş əməliyyatlarında Borçalı deyəndə biz Gürcüstanda yaşayan bizim soydaşlarımız gece ve gündüz silah, sursat, erzak təminatının her zaman bizim yanımızda olurlar. Biz əlbəttə onları ayırmırıq, burada da qəhrəman oğullarımız var, vətənimizin müdafiəsində durur. Var olun, bir daha hər birinizi salamlayıram, hoş gəlmişsiniz. Bizim bir niyyətimiz, bir məqsədimiz var. Ben bunu her zaman qeyri-hökumət təşkilatlarının tədbirlərində də deyirəm, devletin tədbirlərində deyirəm ki, vətənin müdafiəsində gənc ömürlərin soğuk səngərlərdə bulunur. Şəhidim fərq etməz. Nə 90'cı il, nə 2016'cı il, nə 2020, nə 2022, nə 2023'cü il. Şəhid her zaman bizim ürəyimizdə, qəlbimizdə, xalqımızın başının üzerinde olan bir şəhidimizin belə deyək, o getdilər yola biz həmişə and içəcəyik. Bugün döyüş əməliyyatı nədir? Döyüşdə olan qardaşlarımız bilirlər. 3 nəfər döyüş əməliyyatına girir. Orada biri şəhid olar, biri yaralanır, qazi olur, o biri veteran olur. Bugün adını çəkdiyimiz o veteran şəhidimin nə işini, qazimin yaralanması, ikinci bir şəhidim qalmasını olur. Heç vaxt çox xahişim olur. Birinci ve 90'cı ildən bu günə qədər vətənin müdafiəsində şəhid olmuşlar bir-birindən ayrılmayaq
o fikrimiz de olsun. Olmasın hiçbir zaman. Var olun. Sizler bizim bacılarımızsınız. Her zaman 24 saat qulluğunuzdayıq. Raziyə xanım, sizlərə çox sağ olun ki, zəhmət çəkib, əziyyət çəkib, bax belə bir kitablar yazırsınız. Var olun. Çok sağ olun. Teşekkür ederim. Değerli analarımız, her bir qəhrəman oğul bir tarix yazdı. Hərəsi bir dastan oldu. Hərəsi yarım qalan bir ömür oldu. Burada bizim elə oğullarımız oldu ki, nə bir nişanəsi qaldı. Gənc əskər idi. Elə oğullarımız oldu, özlərindən sonra övladları dünyaya gəldi. Elə oğullarımız oldu ki, özlərindən sonra neçə övladları gözü yaşlı qaldı. Bu oğulların hər biri haqqında yazmaq biz yazarların bir mənalı borcudur ki, o oğulları gələcək nəsillər tanısın. Biz dünyamızı dəyişib gedəndən sonra bu kitablar hər biri bir gələcək nəslə bir yadigar olsun. Və Leyla xanım bildiyiniz kimi Rusiyada yaşayır. Bu dəfə gələndə dedi ki, Raziyə, mən sənin üçün neyniyim? Belə bir sual verdi mənə. Baxdım, dedi gəl gedək sənin üçün nə bilim bir qonaqlıq edeyim, ya nəsə bir şeylər edeyim. Dedim heç nə istəmirəm, bir xahişim var. Çoxdandır arzumdur, Borçalı igidləri haqqında az da olsa bir kitab çıxardım. Onu reallaşdıra bilmirəm, dəstəyim yoxdur. Leyla xanıma mən dərin təşəkkürümü bildirirəm ki, bu kitabın ərsiyə gəlməsində o mənə dəstək oldu. Yəni, işıq üzü görməsində Leyla xanımın dəstəyi var. Mən ona təşəkkür edirəm. Allah razı olsun. Leyla xanım, sizə sonda söz verəcəm, siz gözləyin. İstəyirəm ki, biz analarımızın, mən elə analarımız deyirəm, həqiqətən sizlər bizim analarımız, bacılarımızsınız. Hər zaman sizlərin yanında olan, bizlərin yanında olan bizim dəyərlimiz Hacı xanım da mənim yanımdadır. İstəyirəm ki, Hacı xanıma da bir kəlmə söz verək. Buyurun, Hacı xanım. Bizi salamlayıram, qəhrəman, oğullar, dünyaya gətirən analar. Sizləri bizlərə tanış edən oğullarımıza bir ömür boyu bizim borcumuz var. Bir Azərbaycan milləti, Azərbaycan xalqı olaraq, vətəndaşı olaraq. Çox sağ olun, var olun. Siz bu Raziyə xanımın bu Borçaldan Qarabağa gedən yol. Bizim belə bir qorxumuz da var. Raziyə xanım Borçaldan. Raziyə xanımın fikri idi, dedi, belə bir ad qoyaq buna. Borçaldan Qarabağa gedən yol. Mən özüm də Borçaldanam, Gürcüstandanam. Azərbaycanlı olaraq həyatımın 17 ilini orada yaşamışam, orada təhsil almışam. Ata-ana yurdum, ocağım, ora olub mənim. Mənim üçün fərqi yoxdur. Şəhiddir. 1400 il bundan öncədən bu yana olan şəhidlərimizin hər birini ehtiramla anıb, yad edirik sədən bu yana. Nə də ki, 2020-ci ildə 44 günlük müharibə savaşında qələbə qazandıran, torpağımızı yağı düşməndən azad edən qəhrəman oğullarımızı biz heç birini fərq tutmuruq. Hər gün tacıdır, hər biri Allahın dərgahında ən böyük zirvələdirsə, biz kimlərik ki, qul olaraq onları bir-birindən ayıraq. Allah cümlə şəhidlərimizin məqamını uca eləsin, yerləri cənnətdir, cənnətləri bir daha deyirəm, mübarək olsun. Raziyə xanım, əzizim, sizin kitablarınızla, mən hər bir kitab, sizin bütün kitablarınızdan demək olar ki, məndə var və oxuyuram. Hər bir insanın, belə deyim, qüdrəti, qüvvəti çatmaz ki, beynində olan sevgini, ürəyində olan sevgi ilə birləşdirib, onu sətirlərə töküb və sətirləri kitablara çevirsin. Mən sizə bir el qızı olaraq, bir yazıcı olaraq, bir şairə olaraq təşəkkür edirəm. Bu gözəl sözləri, sizin qəlbinizin sevgisini, şəhidlərə olan sevginizi aşılamaqdan yaradılır. Bu kitablar yaşadacaq, məhz kitablar yaşadacaq. Allah sizdən razı olsun. Allah Teala sizin qələminizə qüvvət, gözünüzə nur, zehninizə açıq versin ki, daimi Allahın verdiği ömür sürəsi yazasınız, yaradasınız və gedən yol. Burada bizim Borçalımızın, elmin, obamın qəhrəman igid oğullarını dünyaya gətirən analar əyləşib. Mən hamısının bir adını çəksəm, bəzilərinin adını unutmuş olaram burada olan şəhid analarını çatmaq üçün, gələcək nəsillərə aşılamaq üçün bu kitabları yazır. Sizə təşəkkür edirəm. Çox sağ olun, siz anaları qarşısına baş əyirəm və qəhrəman oğulları dünyaya gətirən məhd analardır. Allah sizlərdən razı olsun. Əzizim Leylacan, sizə də minnətdarım, təşəkkür edirəm ki,
Raziyə xanım bu kitabın əsliyə gəlib işığınızı görməsinə dəstək olmuşsunuz. Var olun. Allah sizi var olsun. Ben Çok bir igidlik dastanı yazdı. Hərəsi öz ölümsüzlüğüyle bir tarih oldu. Şəhid ailələrinin yanında, qadınlarımızın yanında olan bir aslan erkəyi dişisi olmaz. Mehriban xanım, hər zaman siz də bizlərlə birlikdə olursunuz. İctimai Birlik Sədri, təşkilatın adını özü deyəcək Mehriban xanım, buyurun. Teşekkür ederim. Demokratik Cemiyet ve Kadınlar İctimai Birliği'nin Sədri Mehriban Abdullayeva. Hamınızı salamlayıram, gözəl analarım. Biz uzun illər də dostluq, artıq uzun illər keçdi. Allah bir də bizə müharibə göstərməsin, bir də evlərimizdə belə qara bağlamasınlar. Qoy həmişə ürəkləri fərəhlə dolsun anaların. Mənim bir qrupum var, Qayğam ilə də söhbət edib. Burada siz bir çoxları bilirlər ki, şəhidlərin qrupum var. Mən hər bir evladımızı, balalarımızı orada mən günah belə 3 gündən, 5 gündən bir həmin şəkilləri yeniləyirəm və qrupa da atıram linkini ki, kim bilmirsə linklə girsin, daxil olsun, baxsın onlara. Əlimizdən nə gəlir heç də, ancaq deyirəm başınız sağ olsun. Əllərinizdən öpürəm, hər birinizin bir-bir şəxsən tanıyıram hamınızı. Allah sizə can sağlığı versin, səbir versin. Şəhidlərimiz və vətənimiz torpağımız azaddır, bütövdür. Bu günlər oğullarımız qürur yerimizdir. Hər birinin qarşısında baş əyirəm. Bax, bugün hər bir tədbir keçirdikcə, hər dəfə şəhid ailələri, şəhidlərin özlərini yad edirik. Mən deymişəm, bir sözüm var, illərdir bunu deyirəm elə. Biz öləcəyik, gedəcəyik, dünya fanidir. Mən ölüb gedəcək, məndən nə qalacaq heç nə, amma şəhiddir, yəni ümumiyyətlə insaniyyətlikdən. Amma Azərbaycan nə qədər varsa, nə qədər Azərbaycan bayrağı dalğalanırsa, şəhidlərimiz o qədər yaşayacaq. Kitablarımızda, dəstəklərimizdə, filmlərdə, əsərlərdə qəhrəman oğulların adı çəkiləcək. Əvvəllər biz uşaq idik, məktəbdə oxuyurduq, Qafur Məmmədov var idi, Mehdi Hüseynzadə var idi. Hələ onlar canlarını o imperiya üçün qoyan oğullarımız idi. Azərbaycanın neçə min oğlu imperiya üçün canını qoydu. Ancaq bugünkü şəhidlərimiz vətən üçün, öz eli üçün, öz vətəni üçün canını qoydu. Tarix təkrarlanır, bəli, bu nə qədər düzdürsə, həqiqətdir bu söz, tarix təkrarlanır, illər keçir, qərimələr ötür. Yenə də yazılan kitablarda həmin evladlarımızın adları, qardaşlarımızın adları var. Siz bilirsiniz ki, məndə anam xan qızı Qarabağlıdır, xan qızının atavanın nəticələrindənəm mən. Mənim ailəmin də 4 şəhidi var, 90-cı il şəhidi, bir nəfər 44 günlük şəhidimiz. Yəni mən qanımla, canımla, ailəmlə bərabər bax bu dərd çəkən insanlardanam. Yəni mən hər zaman deyirəm ki, elə bir ailə yoxdur ki, orada şəhid olmasın. Bu ailədə yoxsa onun qonşusunda var, onun qovğununda var, həyətində var, qəsəbəsində var, rayonunda var. Bu belə bir dərddir ki, hər bir Azərbaycanlının ailəsinə toxunubdur. Hər bir Azərbaycanlının evindən, ailəsindən bir şəhidimiz var. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, yerlərin məkanları cənnət olsun. Raziyə xanımı mən bu tanıdığım illər ərzində belə fədakar xanım olduğunu, əlinin qələmi ilə bu kitabları ərsəyə gətirməyi, biraz öncə mən tez gəlmişdim. Sual edim ki, Raziyə xanım, bu sənin neçənci kitabındır? Dedi, bu 22-ci kitabımdır, 23-cü kitabın çapı hazırlanır. İnşallah o da dərc olunacaq. Raziyə xanımın da bax buna gücə çatır. Raziyə xanım da qələmi ilə vuruşur. O da şəhidlərimizi bu kitablarda tarixə köçürür. İllər keçəcək, bu kitablar yaşayacaq və böyüyən nəsil bax bu kitablarla tanış olacaq. Mən müharibə yolu keçmiş adamam, həyat yoldaşımla bir yerdə. Mən müharibənin ən ağrısını, ən acısını görmüşəm. Mən gəldim yoldaşımla müharibəyə, mənə dedilər ki, hara gəlmişsiniz siz, yəni qadın olaraq da. Dedim, mən indi nəsə deyir, bizim oğlanlarımız ölüb ki, bəyəm qadınlarımız qabağa keçsin. Dedim, mən maşın sürə bilirəm. Mən maşın sürərəm, kimisi alırsa çatdıra bilərəm, nə bacarıramsa da indi kişi xeyla. Dedi, bizə heç çox lazım deyil, elə sən deyən burada. İndi kişi xeylaları qabaqdadır, sən bizə nə olub ki, sən qabağa gedəsən? Mənə qoymadılar əlimə silah almağa, qoymadılar mən o səngərdə dayanım. Yəni oğullarımız öz sinələrini sipər elədilər. Sipər elədilər bugün analarımız xoşbəxt yaşasınlar, böyüyən evladlarımız xoşbəxt böyüsün, yaşasınlar, var olsunlar. Yaşasın Azərbaycan, yaşasın müzəffər ordumuz, yaşasın prezidentimiz. Sənə xüsusi təşəkkür edirəm Raziyə bacım. Sağ ol ki, bax kitabları yazırsan, yaradırsan, bir kəlmə onu da deyim qoy. Bu kitabı yazmaq çox asan bir şey deyil. Heç kəs elə bilməsin ki, Raziyəyə bu məqaləni verdim, şəkli verdim, Raziyə bunu çap elədi. Siz inanınız ki, müharibə vaxt deyil. Biz şəhid ailələrində olurduq. Mən çox yerdə keçmişəm.
Çox şey görmüşəm bu az müddətdə yox, mən 35 ildir. Yəni mən 1-ci Qarabağ müharibəsində olmuşam, aprel döyüşlərində də olmuşam, 44 günlük müharibə də mənə nəsib oldu, gördüm. Mənim evlatlarım mənə dedi ki, onda körpə idilər. Artıq 44 günlük müharibəyə az qalmışdı. Dedim, nə oldu? Siz bax, biz böyüdük, ailə qurduq və sizin bu Qarabağ davamız nə oldu? Dedim, olacaq. Çünki uşaqlar gözlərini açanda meydanda açdılar. Uşaqlar böyüdülər, gördülər ki, bir şey nə əldə etdiniz? Dedim, edəcəyik. Müharibə başlayanda bəlkə mənə qədər sevinən ikinci adam olmamışdı ki, bizdə qalmasıdır. Ancaq buna baxmayaraq erməni bunu başa düşmədi. O zaman prezidentimiz əvvəl vaxt Azərbaycan dedi və müharibə başladı. Bu günlərə xoşbəxtdik. Bu gün vətənimiz, torpağımız bütövdür. Azərbaycanın bütün torpaqlarında bayraqlarımız dalğalanır, qürur duyuruq. Gözünün nurlar olsun, kitabları yazırsan. Təbrik edirəm Allah. Leyla xanıma xüsusi təşəkkürlər ki, baxın, belə bir şey əl qoyubdur. Var olasın bacım. Allah sizə can sağlığı versin, analar. Var olasın. Var olasın. Mənim əziz analar. Sevə-sevə gəlirik. Çünki həqiqətən elə yüksək səviyyədə keçir, elə gözəl keçir. Elə yazırsınız, elə onları oxuduqca adamın belə ağlamamaq mümkün deyil. Bəli, mən başa düşürəm ki, biz əgər misal üçün belə oxuyub ağlayanda, ancaq siz o sətirləri yazanda necə ağlayırsınız, göz yaşı tökürsünüz, gecə ilə, səhərəcən yazmırsınız. Bu kitabları yazdığınıza görə, ərsəyə gətirdiyinizə görə mən sizə öz minnətdarlığımı bildirirəm. Leyla xanım, sizə öz minnətdarlığımı bildirirəm. Bəli, Borçalıdan Qarabağa gedən yol çox gözəldir. Yəqin ki, igidlərimiz haqqındadır. Bəli, o Borçalının igid oğulları haqqındadır. Çox sevindiricidir. Bəli, siz heç vaxt bölgələrə görməmişsiniz. Ancaq bunu da belə eləmək çox böyük təşəbbüs olur, çox gözəldir. Allah buradakı anaların, bütün balalarını, şəhidlərimizi hamısını rəhmət eləsin. Mən yəni ki, belə hamısını tanıyıram, Mayqana. Allah sənin o bala, o kapitan balalı Allah rəhmət eləsin. Hamısının məqamı uca olsun, ruhu şad olsun. Onlar hamısı, bəli, şəhidlər hamısı eynidir. Nə 91, nə 44, nə antiterror, nə qisas əməliyyatı. Hamısı bizim balalarımızdır. Ona görə mən sizə çox bir ana kimi təşəkkürümü bildirirəm ki, siz bizim balalarımızı bu gözəl kitablarda yaşadırsınız. Var olasınız. Hər ikinizə minnətdarım. Çox sağ olun. Çok sağ olun Nurhan'a. Teşekkür ederim. Ben əzizlərim, deməli hər birimizdə bir-birlərimizin əlaqə nömrələri var. Mən gündəlik statuslara baxıram. Və bir gün bir status gördüm, bir ananın statusunu məzar başında dayanmışdı. Ürəyimdən həmin anda bir söz keçdi. O sözü elə ananın o şəklinin altında yazdım. Və sonra o sözlərimi də bu kitaba köçürtmüşəm. İndi o anıya söz verəcəm, amma istəyirəm bu bir-iki misranı sizlər üçün oxuyum. Məzar başında tənha oturub, görəsən nə söyləyir o balasına. Bəlkə deyir ki, rahat uyu oğlum, bəlkə pıçıltıyla laylay deyir. Bilmirəm, bəlkə ürəyi doludur. Sanki dəflərini deməyə gəlib. İgid oğlundan kömək istəyir. Yaman kövrək olmuşam səndən sonra deyir. Mən bunu axıra qədər oxumayacağım, sizləri kövrətmək istəmirəm. 44 antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan Mikail'in anasının statusunun altından yazmışdım mən bu yazıları. Elə istəyirəm ki, Lalə ana sizə söz verim. Sağ olun Raziyə xanım. Ümumən, belə anaların qarşısında danışmaq mənə biraz çətindir. Sizə öz təşəkkürümü bildirirəm. Biz hamının bildiyi kimi bir ildir, amma dağ kimi analar. Dağ deməyə dəyər, çünki dözmək çətindir. Sadəcə olaraq Flora anan sözünə qüvvət, şəhidi bölməzlər. Mənə elə gəlir ki, burada şəhidi bölən biri də ola bilməz. Amma ki, ad deyəndə bunu bölmək üçün demirik. Bax, bugün Borçalıdan Qarabağa gedən yol. Bu o demək deyil ki, Borçalını və o şəhidləri bu bir şəhidlərdən ayırmaqdır. Xeyr. Nə bilim, mən çox istəyərəm
qisas əməliyyatı olub, aprel döyüşləri var, Tovuz hadisələri var. Bunlar ayrı-ayrılıqda sizin o gözəl əllərinizdən, qələminizdən çıxsın. Mən buna çox sevinərəm. Allah qoysun. İnşallah. Yəqin kimsə çıxar. İnşallah, inşallah, bəli. Çox sağ olun deyirəm. Allah var eləsin sizi. Yaxşı ki varsınız. Təşəkkür edirəm. Həqiqətən də səsi gələndə qrupumuza hər kəs onun sözlərindən gah gülür, gah ağlayır, gah nə bilim nə. Mənə ləqəb qoyub, Sevda anamız buradadır. Mənim adımı həmişə Raziyə Ruziyə deyir. Mən istəyirəm Sevda ananı dinləyək. Düzdür, mən özüm borçalı olmaqla, ancaq atası Oğuzdandır mənim şəhərimin. Atası da döyüşçü olub, birinci Qarabağın planıdır. Yeganə evladım idi, əskər idi. 18 yaşında şəhid düşübdü. Mən üçün çox çətindir danışmaq. Düzdür, hərdən danışırıq, ancaq içimiz ağrıyır. Çünki çırağımız sönübdür. Sevda, biz sizə təşəkkür edirik ki, Ələndər kimi qəhrəman oğul yetişdirmişsiniz. Tuzdağlar oğlu, İgid qəhrəman oğlu bir tarix yazdı. Qarabağda bir sözünü verdi. Biz sizə minnətdarıq. Məclislərimizdə biz həmişə görmüşük 2021-ci ildən Mayqananı tanıyırıq, 21-ci ildən tanıyırıq. Mayqanı həmişə öz bayaqlıları ilə sanki oğullara həqiqətən də Maydana o özünün həm yanğılı, həm ürəyinin içindən gələn bayaqlı ilə o könüllərə bir balaca bəlkə də su səpirdi. O oğullara haraylıydı. Maydana səni dinləmək istəyirik əzizim. Ben burada herkese selamlayacağım. Kapitan Pənahov Əkbərin anası Mayga ana. Biz çox qərblərdə oluruq. Raziyə xanım sağ olun, 4 il belə yerdəyik. Nədən ki, niyə 4 il deyirəm? 4 ilin, 5 ilin, 44 günlük müharibənin 5 ilin 1 ilini mənim balam 9 ay itkin düşdü. Raziyə mənim ürək yaramı bilir ki, mən niyə hər ay çəkirdim. Üsyan eləmirəm. 9 ay balamın yolunu gözləməyi məni parçalayırdı. Deyirdim Allahım, şəhid də olsa qəbulumdur, vətən uğrunda gedibdir. İndi bu kresloda bəyxlarım oturdum, belə analara baxdım. Belə düşündüm ki, biz bu kresloda niyə oturmuşuq görəsən qaraşallı analar. Bizim oğullar da belə kreslodan gedibdir. Nədən ki, əskərinə qurban olum, hamısının, zavan gedənlərinə qurban olum. Burada bizdən böyük analar var, Flor ana. 92-dən belə olan şəhidlərə, hamısına Əkbər anası qurban olsun. Mən Əkbəri 1 yaşından Gürcüstandan gəlib köçmüşdük biz, atası hərbisi olduğuna görə. Atası da 1-ci Qarabağ müharibəsinin veteranı da müharibədə iştirak edirdi. Bu Borçaldan Qarabağa gedən yol məni çox parçalayır Raziyə xanım. Nədən ki, Əkbəri 1 yaşından Bakı şəhərinə köçmüşdük, 1 yaşından Bakıya köçəndə. Əkbəri nə bilərlərdi ki, o böyüyüb hərbisi olacaq. O hərbisi ailəsində böyüdüyünə həmişə atasının savaşçısını baxmayasın. Papağını başına qoyardı, gəzərdi, deyirdi, mən polis olacağım, körpəliyimlə deyirəm. İndi danışanda Əkbərin gözləri kövrəlib sönürdü o yana. Söz demirdi bizə. Deyirdim, anam buranın Əkbər, deyəsən Gürcüstanı istəyirsən, oranın havası, suyu, torpağı çox gözəldir. Mənim özüm də 21 yaşımdan Bakı şəhərinə köçdüm, hərbisi ailəsi olduğuna görə yollaşım. İndi bugünkü günü burada yığılanlar dərdimizə qurban olun. Burada bizim gözəl Mehriban xanım, Raziyə xanım, Kifayət xanım, Leyla xanım, sizlər həmişə bizim yanımızda olursunuz.
Biz onunla təsəlli alırıq. Onunla qürurlanırıq ki, bizim şəhidlərimiz unudulmur. Deyir, vətən mənə oğul desə nə dərdim? Bana bu olub qayasında bitərdim. Tək onu Raziyə xanım elə deyirəm ki, siz həmişə deyirsiniz ki, Maygana bayatdır. Deməyə sözlərim çoxdur, ancaq vaxt yoxdur. Ona görə deyirəm ki, 9 ay nəşi gələnəklər doğrudan da dağlarda qalır. Sağ olun, kitab oldular, dastan oldular. Filmə çəkildilər bu şəhidlər. Sağ olun, var olun ki, siz şəhidlərimizi unutmursunuz. Burada əziyyəti olanlar, Allah canınızdan sağlığı versin. Sağ olun, var olun, deyil efendim. Sağ olun. Çok sağ olun. Bir dərdən çəkiyorlar. Değerli analarımız, həqiqətən də o fikrindən keçənləri kağıza köçürtmək çox ağırdır. Bəzən elə olur ki, saatlarla, bəzən elə olur ki, günlərlə mən bir yazıların üstündə işləyirəm. Aylarla. Analarımız bəzən deyirlər ki, nə oldu, amma bir şey düşünmək lazımdır ki, bu bir saata, bir dəqiqəyə, 10 dəqiqəyə ərsiyə gələn bir şey olmur. Onun üstündə biz aylarla gözümüzün nurunu qoyuruq. O oğullar üçün o gözümüzün nuru belə az olur. Allah sırasına daxil olan igid oğullarımız oldu. Bizim üçün elə bu oğulların hər biri bir milli qəhrəmandır. Bu oğulların hər biri bir örnək oldu gələcək nəsillərə. Onlardan sonra gələn nəsillər bax bu oğullardan öz vətən sevgisindən qidalanacaqlar, mən belə deyərdim. Elə aramızda bir Qarabağlı oğlu da var. Hoş gördük təbrik. Bana bir sözümü desem, buraya o kadar söz var ki, oraya yaşandı. Öğrencilerimde ise düşüncemi de bilirəm, təşəkkürümü de bilirəm, ama təşəkkür edirəm. Böyle bir yılda həmişə olmağı gözəldir. Bəx, oğlumuzla, qardaşım danışırdı, deyir, Borçalı'dan Qarabağ'a giden yol. Dedim, tarixi oxusanız, Borçalı'nın varlığının hamısı Qarabağ xanlığının tərkibində olub. Birdən o olub. Kim tarixi bilirsə, bizim en büyük qəbahətimiz kim belə dedi, nə deyir, özümüz oxumuruq, mütaliə eləmirik, kimisə sözlərlə mütaliə edirik ki, özümüz tariximizi bilmirik. Yəni bu Qarabağdan düz Borçalı'dan Ustavidən Ordubada kimi, Seyana kimi Qarabağ torpağı olub, Pəraxanın tərkibində olub. Bu qədər uzun məsələdə onu bir izah eləmək. 1800-də kim nağardı, Rus nağardı, Gürcistan çarı nağardı, Azərbaycanın parçaladı, Qarabağ böldü. O vaxtı Qarabağ xanlığı, Pəraxan ən böyük güclü xanlıq olub. Yerevan da onun tərkibində olub. Sonra da bölüflər hamısı. Kim güclü, biz də parçalıyırıq. İndi kimsə burada şəxsiyyətdə imkanca böyük olanda onu parçalayırlar. Bu millətin psixologiyasında Mehmet xanım qabağa gedirsə onu tez vurmalıdılar. Nərməllə xanım qabağa getsə onu vurmalıdılar. Yəni bilmirəm nədəndir, günəşdəndir, işçimizdəndir, gerimizdəndir. Amma şəhid anəsi elə bir şeydir ki, şəhid anəsi şəhidlər hamısı bir-birinə oxşuyur, amma valideynlər mən istəyirəm ki, onlar da bir-birinə oxşasın. Yəni nə mənasında biz dəfələrlə Leyla xanımla, başqasıyla danışırıq ki, nə bilən tədbir, nə bilən iftar süfrəsi bunu. Dedim, iftar süfrəsi Allah öyrənir rəhmətlə o kitabdır. Biz hamımız gəlib yiyəcək, gedəcək, amma o qalacaq. Rəzə xanım, mən də, Rizaya xanım da, kimsə dünyasını dəyişəcək, amma o kitab qalacaq. Yəni qalan, yazılan qalır. Doğrudan da çətindir ki, o yaşayış tərzinə baxmayaraq, gördüyünə baxmayaraq, sən yazdığını nədə yazırsansa, o mənim qanımdır, suyumdur, qiriyyətimdir. Bu şəhid anəsi həmişə bilsən, hər bir tərəfdən seçilməlidir. Onu hər yerdə deyirəm, rubo bir tədbirdə deyirəm ki, çoxun xətrinə dəyər, çoxun belə deyir ki, nə şeyində alıb, deyirəm ki, mənim anam şəhid anəsidir. Özünün başına ciddisinə ki, bu şəhid anəsidir. Abrına görə, ismətinə görə, ləyaqətinə görə, geyiminə görə, yoxsa qaşı bilə, gözü bilə, geyimini bilmirsə deyə şəhiddir. Mən onu heç qəbul edirəm, kim olur olsun bu edirəm. Fərq eləməz mənim üçün o kimdir. Amma şəhidini qəbul edirəm, mən onu şəhidini qəbul edirəm. Onu qəbul edirəm, nə qardaşı, nə bahisi. Şəhid mənim üçün şəhiddir, canımdır. Amma onun əgər onun ailəsi onu saymıyorsa, mən niyə onu saymalıyım? Onun geyimində, danışığında, duruşunda, intim haqqı deməlidir.
Sen onun haqq üstüne gedib, torpaq üstüne deyib, sen de haqqını tələb elə, yoxsa bunu təriflə, hər bir cıra kimi yanında 5 dənə şəhid arası var, bu onu tərifləyir, bu onu tərifləyir, bu tərifləyir. Deyirəm, muhtarında o bir şəhid arasında ki, o ajindən ölürsə, amma sən varını dövlətin, sənlə onun nə fərqi var? Sənin tərbiyənin, onun tərbiyəsinin fərqi var. Onun ləyaqəti ilə sənin ləyaqətinin fərqi var. Sənin nə imkanın var, şərətin var, amma onun yoxudur. Niyə? Niyə fərqlisən? Sən nəyin fərqlidir? Titul hemen tituldur. O qəhrəmanlar var. Ha, o sonradan vermə. Hamısı qəhrəmandır. Orada 218 milli qəhrəman var. Bilmiyorum kim nə qədər qəhrəmanlıq edir. Tarix yazıcı o tarix olar ki, zaman gəlib ki, bu günləri Qatır Məmmədi xalq qəhrəman edib ki, bu günləri vətən xalidir. Yəni zaman olur, kimin qəhrəman olduğu, kimin nəcür olduğunu zaman peçatını vuracaq. Ona görə də Merve xanım sizlərə, Sircə xanım sizlərə, Kifayət xanım, Leyla xanım, indi demirəm, indi insan Allah Teala bir şərait olsun ki, onun imkanı olsun ki, o kim olduğunu bildirə bilsin. Adam var ki, imkanı yoxdur, xarakteri var, cəmaat ünsiyyəti ilə. Amma kiminsə varı varsa, onun səxabəti yoxdursa, onun heç nədi yoxdur. Hər bir insanın kimliğini nasıl bilmirəm, onun səxabəti olmalıdır, ədalət olmalıdır. Mən Arzu xanım burada yoxdur, Arzu xanım bilmirəm, deyiflər, deməyiblər. Mən həmişə axtarmışam ki, bir-birinizə bu insanlar bir yerdə birləşsin ki, bir şey yaradın ki, bu yığın bu tək günlər kiminsə ad günüdür, ölüm günü yox. Elə gedin yığışın 5 bir şəhidin arasına. Vallahi onu da elə sevilir. Bizim evə gələndə gəlirdilər üzüm baxırım ki, indi hesabımız yoxdur. Qaşqınçılıqdır, imkanımız yoxdur. Qurandan da olsun qonşundan qənd alırdım amam ki, təzə gəlmişik. Heç kim qapımızı qənd alır ki, bəs evə qonaq gəlib konfet yoxdur, sonrasına konfet qoyma. Amma onun etə qarşılıqdır, sevinirdi, anam uçurdu. Ki, mənim gəldilər falan. Bax, elə sevindirəsən ki, sen onu nə qarsan burada, nə desən də o şəhid arasının məlhəmdir, o itirib. Amma o itirdiğin şeyi səni qaldırır. Sen şəhid, o kristalda oturmağa ona görə oturmuşsan. O qara paltar deyirsiniz, ha, qara paltar deyil. Qara bağ sözü böyük bağ deməkdir. O qara renk deyil, sənin böyüklüyündür. Sənin rənginin, övladının, şəhərinin böyüklüyüdür. Yoxsa elə belə sadə söz, elə belə nə var sözdə. Sözün mahiyyəti yoxsa, çəkisi yoxsa söz demə. Baxır ki, bəzən bayaqlar danışırdın, bir tədbirdəydin, bir səviyyəsinin biri xaraktercən, durumcan dersin ki, bu adam büyük. Ama bir adamı tərifləyəndə ben dedim, bu kimdir ki bunu tərifləyə? Onun tərifi özündədir. Leyla xanım məsələn bir dənə qıraq bir adam tərifləyir. Leyla üzü pesatını vurub, həyatını verir, yolun gedir. Sizləri tərifə keçirsən, aylarla gününü, bütün fəaliyyətini qoymuşsan bu yolda. Ama bir dənə görürsə, kimdir sən yanına bilir. Bunun istəyi var, nə bilim onun umacağı var, o tərif yox. Tərifi Allah'a aittir, bir də sənin əməlinə aittir. Mən sizə təşəkkür edirəm, çox danışdım biraz. Bana gedirəm, fikrim dağınıqdır. Şəhid ələlərinin yarına oxumluyorum, balasına qurbanım, ruhuna qurban, onu saydırır. Onu saydısa səni sayacaqlar. Bayaqlar mənim dedi, bu veteranlar var hansı ki, veteranlar günləri şəhidin haqqında müsahibə verəndə, onun haqqını, igidliyindən onu çıxardıb, şəhidi çıxardıb. Qazinin yaralan çıxardıb ki, orada qalmasın. Değer verəndə indi baxırıq düzdür, o qədər bilsin söz o qədər işlənib ki, çiynəli ha. Vallahi mənim fərqi yoxdur. 3 nəfər getib, biri şəhid oldu, biri qazi oldu, biri veteran. Eyni gözlə baxmalıdır. Bu 88-dən indiyə kimi şəhidlər vermişik. Fərqi yoxdur, ay başı. Bəzi üzr istəyirəm mən onu belə. Polat Həşimoğlu'nun anasını dedim ki, sən 5 ildir şəhid anası kimi gəlirsən. Çətinli mi deyirəm, amma mənim anam 28 il gəlsin. 28 ildən 5'in arasında fərqi gör. Hər dəfə o 28 il ölür o. Amma sən 5 ildir, 3 ildir. Ay dözə bilmirəm, mən oğlum. Bəs onu o ananın eləsi 28 il deyil. Yəni ona görə də bir-birinizə fərqləndirməyin, fərq yoxdur vallahi. Fərq ondadır ki, sənin tərbiyəndə fərqin var, ədəbində tərbiyən fərqi var, düşüncəndə tərbiyən var, təvəkkülündə var fərqi, heç bir fərqi yoxdur. İstəyir 41'də şəhid oldu, istəyir 28'de oldu, istəyir onu mesela mədəmləri tutuyor, onu tarix bir silək, sizdə sənki də siləcək də, sən də siləcəklər, sənin uşağını siləcəklər. Öpürəm, sürüm olsun bağışlayın, sağ olun. Analarımız, hər biriniz mənim üçün dəyərlisiniz. Yəni istəyirəm, kimlər çıxış eləmək istəyirsə, buyursun. Kim danışmaq istəyirsə, Günəş ana, İsabalanın nənəsi, Nuriyə bacı, Nüsrət
bacı, Gültekin ana, Ramile ana, size ürəyinizdən geçen sözler varsa buyurun. Biz şəhid anası olaraq sizə öz təşəkkürümüzü bildiririk ki, bizim balalarınızı yaddan çıxartdırmırsınız. Yazaraq, kitablara qeyd edib, ən azından o kitabı kiməsə rast olanda oxuyub, maraqlanıb, bütün şəhidlərimiz haqqında məlumat toplayır. Çox sağ olun, yazan əliniz var olsun. Çok sağ olun. Siz sağ olun, var olun. Onun anası Gültekin anayım. Mənim oğlum könüllüdür. Evet. Yəni, Bilal gedəndə öz adı günüydü, 29 sentyabrda yollanıb. 29 sentyabrda getdi, mən də Şuşaya qədər gedib mənim oğlum. Şuşaya çatanda dedi ki, mamama deyərsiniz, mənlə çox əlaqə saxlamayıdır, mən elə yerdə işləyirəm ki, telefonla da xanımıram, qızlar bacısına zəng edirdi. Dedik, buralar çox gözəldir, buralara gələrsiniz dedik. Biz dedi, buraları alala gedirik, amma bura qaydarsınız, buraların gözəlliyini öz gözlərinizlə görərsiniz. Sonra bir gün də zəng edir, deyir ki, onda oktyabrın 31-də 2 dəqiqəlik zəng edir, Batısına səhər saat 7-də, deyir, mən uzaq yola çıxıram. Amma onda demişdi ki, başı qarlı dağların yaxınlığındayam, 13 kilometrliyindəyəm demişdi. İndi yolum çox uzaqadır mənim. Amma mamama deyərsiniz, mən Qəmərlidəyəm. Qız da deyir, ay Bilal, sən Qəmərli, sən Qarabağdasan, adın deyirdi, çəkmə. Çox elə danışırdı ki, heç o rayonların adını heç birini çəkmirdi. Himlə cimlə qandırırdı həmişə ki, belə. Deyirsən, mamama deyərsən, mamam bilər daha Qəmərli haradır. Yəni, onda onlar privatıymışlar, Şuşaya yaxınlaşırlarmış. Şuşada da mənim oğlum şəhid oldu. Allah cəm şəhidlərimiz onun şad məqamını üzəyləsin. Allah, nə bilim, bizlərə, Azərbaycan xalqına bir daha bu dəyəri göstərməsin. Heç bir evdə işıq sönməsin. Bir qızı qaldı vətənimiz əlinə. İndi 2-ci sinifdə oxuyur onun qızı. İndi biz təşəkkür eləmək istəyirəm. Hər birinizə təşəkkür edirəm. Daim 5 ildə bizim yanımızda olan bu xanımlara, Raziyə xanım, İlhan xanım, Kifayət xanım, Leyla xanım yardımcı olmuşsunuz, dəstək olmuşsunuz bu kitabın işimizi görməsində. Bizim 44 günlük müharibədə əziyyət çəkən bu bizim öpütlərimiz əvvəlkiləri, mən 93-cü ildə Bakıya gəlmişəm. Mənim üzr istəyirəm, oğlum dünyaya gələndə fikirləşirdim ki, ona qədər yəqin Qarabağ müharibəsi həll olan qutarar. Amma sən deməyilə həmən illərdə doğulan oğlan bu müharibəni həll edəcəkmişlər. Heç ağlımın ucundan keçmir. O 20-ci ildə yanvarda əsgərlikdən gəldi. Əsgərlikdən gələndə özü sakitcə mənə dedi, mama müharibə olacaq, mən birinci gedəcəm. Dedim, niyə sən gedirsən? Dedi ki, ona görə ki, mən orduya yazılmışam. Orduya seçirlərmiş, ona görə elə seçilmişlər deyirlər, həqiqətən də. Seçirlərmiş Əmrə tabi, nə bilim, düzgün uşaqları, daha bilmirəm, başqa necə uşaqları seçirdilər. Elə də dedi ki, mən gəldi, sentyabr 29-unu da getdi, öz ad günüydü. Nəysə, təşəkkür edirəm, can sağlamlaşırım hər birinizə. Daha bütün millətimiz Azərbaycan xalqı heç vaxt müharibə görməsin. 2 əsr ərzində qaytarılmayan torpaqlarımızı bağlanır, bir dəfədə qaytardı. Türk dünyasında hələ heç bir torpaq geri qaytarılır. Dünyada qaytarılır, Türk dünyasında birinci biz qaytarmışıq torpaqları. Daim olsun, yaşasın, Qarabağımızda yaşasın, çiçəklənsin, bir də ora gedib baxıb sevinir. Sağ olun, təşəkkür ederim. Sağ olun. Çok sağ olun Gültekin Hanım, teşekkür ederim size. Burada bizim bir değerli anamız da var. Her biriniz gibi o anamız da değerlidir. Onun yani bugün evde söykənəcək başka övladı yoktu. O anamız ki ama buna bakmayarak həmişə qürurla dayanır. Her zaman başı uca, başı dik dayanır. Toyxanaya girəndə qolunu da qaldırır. Qonaqlıqlara gedəndə üzü də gülür. Öz yükünü heç kimə yükləmək istəmir o anamız, Leyla ana. Mən hər zaman bir iş görəndə analarımızdan xeyir dua alıram. Elə istəyirəm ki, siz də bu yaxınlarda da ümrə ziyarətindən gəlib də anamız, istəyirəm anamız bir iki kəlmə danışsın. Özlə qal. Heç nə deməyəcəm. Evlatlarımı Allah sizin mükafatını verir. Ona görə də mən ancaq ziyarətdən
daşıyıram. Məni yaşadan ziyarətlərə getdim. Ona görə də getdiyim o ziyarətdə hər birinizə çox xeyir, bərəkət versin. Həmişə ruzunuz bol olsun, canınız sağ olsun. Allah heç bir ananın ocağını söndürməsin. Qazanını boş qoymasın. Ciddi də danışa bilmirəm, mən bağışlayıram. Leyla anadan sonra vallahi danışmak bizim için çok çetindir. Ama Leyla ana, sizin oğullarınız həqiqətən də bir örnəkli gələcək nəsillərə. Burada bizim şəhid bacıları da var. Burada iki bacı yan yana oturub. Özləri fərqli bölgələrdən olsa da, amma bunların dəstləri də, o qardaşlarının qəhrəmanlığı da eynidir. Səhər bir şəkil paylaşmışdım. Bu yaxınlarda yeni bir kitabım çıxacaq. Dastana sığmayan ömür. O kitabda bizim qəhrəman oğullarımızdan birinin həyatına həsr olunub. Gördüm onun bacısı az qalarkən onun səsindən tutdum ki, o ağlaya-ağlaya mənə səs atdı. Mən Sevinç xanım, sizə də, Güllü bacı, sizə də təşəkkürümü bildirirəm. İstəyirəm ki, siz bacılarda qardaşlarınızı yaşadırsınız. Qardaşlarınız üçün analarınız yoxdur bu həyatda, siz ana əvəzli qardaşlarınızı yaşadırsınız. Hərəniz bir-iki kəlmə buyurun. Çox sağ olun, Azər bacı. Mən də bütün anaların əllərindən öpürüm. Allah bütün şəhidlərimizin məqamını eyləsin. Mənim qardaşım 93-cü ilin şəhidi oldu. 44 günlük müharibə başlayanda deyirdim, Allah, bu analara anamın səbrindən versin. Çünki mənim anam Əhmədə cumalıq vermədi. 7-si verdi, kətdən çıxdıq. Dedi, heç kəsin qapısında ağlamayın. Cəmaatın qapısında ağlamayın. Baxın, gəldik Bakıda, pansionatda verdik. Həmişə deyirdim, mənim anam səbrindən bu analara versin. Çox sağ olsun, Raziyə bacım, məni qrupa qoşandan sonra mən gördüm, mənim anam tək deyilmiş. İndi sosial şəbəkələrdə hamı, bütün analar tanınır, amma o vaxtda elə şeylər yox idi. Mən bu qrupdakı anaları gördüm, Elmira ananı, Flora ananı, Leyla ananı gördüm, dedim, hə, mənim anam tək deyilmiş. Bu qədər belə qəhrəman analar var. Sizin də balalarınız sizi qəhrəman ana edir. Mənim gözəl analarım, bacılarım. Allah cəm şəhidlərimizin məqamımızı eyləsin. Vəziyyət tezdir, şəkli paylaşalım. Əhmədi görəndə sırası anam yadıma düşür. Deyim, kaş anam görəydi. Anam Əhmədin bu günü görəydi. Allah sizlərə səbir versin. Çox sağ olun, Raziyə bacım. Yazar əlim var olsun. Allah bütün şəhidlərimizin məqamımızı eyləsin, ruhlarını şad eləsin. Hamımızı əllərindən öpürəm, gözlərindən öpürəm. Mənim gözəl analarım. Ölmüş anaların da ruhu şad olsun. Onlar da öz balaları ilə bir yerdə qəhrəmandırlar. Siz hamınız qəhrəmansınız. Allah hamınıza can sağlığı versin. Təşəkkür edirəm. Sağ olun. Sevinç xan, buyurun. Mən də sizin hamınızı salamlayıram yerində. Yəqin ki, hər biriniz mənə də yaxından tanıyırsınız. Şəhid Allah verdiyi Arifin bacısıyam. Və mən Leyla ananın sözündən sonra çox təsirləndim. Bir də Ədalət qardaşım dediklərinə şərikəm. Təzəlikcə 8 mart oldu, keçdi. Mən gözüm qapıda qaldı. 2 qardaş mən də itirmişəm və anamı da erkən itirmişəm. Mən heç anama da şəhid anası deyirəm, şəhid idi övladından sonra özüm. Yəni 48 yaş yaşayıb mənim anamda. Yəni mən də çox xoşbəxt insanam ki, istər anamı, istər qardaşlarımın ruhlarını yaşadıram. Mən borcumdur Arifləri unutturmamaq və yəqin ki, buna da binaən olub sizlərin arasındayam mən bugünkü gün. Mən də təşəkkür edirəm başda oturan o xanımları, gözəl insanları, hər birin. Raziyə xanım, sizə təşəkkür edirəm. Bu dəfə mən qonaq qismində dəvət elədiniz. Hər vaxt mən də o kitabların vərəqlərində mənim də şəhidim yer alıb daima. Mən heç vaxt deyə bilmərəm ki, təmənna ilə mənim kitabım yazılıb.
özünüz yazmışsınız, özünüz də hədiyyə eləmişsiniz və qürurla da evimin köşəsində bir küncündə xatirə kimi yaşadıram və nə xoşhalıma ki, mən Arifin bacısıyam. Çox sağ olun, hər biriniz, analarınız, hər biriniz. Çox sağ olun. Sağ olun Sevinç xanım, təşəkkür edirəm. Burada bizim 92-ci illərdə döyüşən, o illərin ağrı acısını görən oğullardan biri də var. İsa müəllim. Buyurun, söz sizindir. Əvvələ buradan hamınızı salamlayıram. Gözəl oruç tutub ayında, müqəddəs ayda hər birinizi salamlayıram. Allah'ın salamı olsun hər birinizə. Allah təala cəmi şəhid qardaşlarımızın ruhunu şad eləsin. Eyni zamanda bu günlər mənim döyüş yoldaşımın Ağdərədə 94-cü ildə Zeynalov Azadın itkin düşdü anım günüdür. Mən oraya gedə bilmədim sözün açığı. Buradan üzümü tutub onu yaxınlarına baş sağlığı verirəm. Gözəl analarımızın adından, qardaşlarımızın, bacılarımızın adından Allah onun yaxınlarına səbr və dözüm versin. Azad mənlə bir yerdə döyüşdə iştirak edib əsir düşübdür. Allah ruhunu şad eləsin, Allah o dünyasını versin. Allah sizlərə səbr və dözüm versin. Sağ olun, çok sağ olun. Teşekkür ederim. El oğlumuzla da tanış oldum. O təqdim elədi özünü ki, o da Borçalıdandır. Komandar müəllim, buyurun. Çok çətindir. Şəhidlərimizə Allah rəhmət eyləsin. Şəhidlərimiz bütün Azərbaycan xalqının oğlanlarıdır və şəhid analarının bir-biriyle tanış olmağı, elə bir onların hər zaman yada salmağı, onlar həyatda yaşamağı deməkdir. Mən istəyərdim ki, Allah'tan bundan sonra analarımızın göz yaşı heç bir zaman axmasın. Həmişə analar bir-birinlə görüşəndə yaxşı gündə görüşsün, xoş arzularda görüşsün. Şəhidlərimiz heç bir zaman unudulmur, hər kəsin də qəlbində yaşayır və ömrümüzün sonuna qədər neçə ki Azərbaycan var, şəhidlərimiz yaşayacaq. Və bugün xüsusi olaraq toplaşdığımız bir səbəbkar odur ki, Borçalıdan Qarabağa gedən yol kitabının açılışıdır. Rəziyə xanım, sizin əlləriniz var olsun. Sizin Allah canınıza dəyməsin və bundan sonra bütün Azərbaycanı bütövlüklə hər zaman şəhidlərimizin adını o kitabda siz yazmaqda böyük həyəcan keçirmişsiniz. Çünki orada hər sözün özünün bir mənası var. Onu oxuyanlar sağ olsunlar və sizi yada salacaqlar. Allah sizi heç bir zaman unutmasın. Əlləriniz var olsun. Teşekkür ederim. Və sizə dəstək olan Leyla xanıma da təşəkkür edirəm ki, sizi tək qoymadı və sizin istəyinizə çatdırdı. Allah sizləri heç bir zaman bir-birinizdən ayırmasın. Yaxşı gündə görüşəsiniz və qarşımızdan gələn bir daha şəhidlərimizin Allah rəhmət eyləsin, ruhları şad olsun. Qarşımızdan gələn Novruzumuz hər birinizə gülər üz gətirsin, xoş gün gətirsin, xoş arzu, xoş niyyət gətirsin və insan həyatında yaşadıkça yaşamaq həvəsindədir. Çünki şəhidlərimiz dünyasını dəyişib, amma hər kəsin qəlbində yaşayır. Biz iştirakçıyıqsa, onlar pusat hal-hazırda bizim gözümüzün önündədir və onların kölgələri, onların ruhları bizim yanımızdadır. Azərbaycan xalqı sağ olsun, dünya Azərbaycanlıları sağ olsun və həmişə şəhidlərimiz də bizim qəlbimizdə yaşasın. Sağ olun. Təşəkkür edirəm. Mehriban xanım xüsusi olaraq şəhid analarının hər bir zaman yanında, dəstəyindədir. Mənim də bugün burada iştirak etməyimin səbəbkarı qardaşım İsədir və şəhidlərimizin də davamçıları bizim qazilərimizdir. Qazilərimizə də Allah can sağlığı versin, onların ömürləri uzun olsun ki, hər zaman biz bir yerdə, yaxşı gündə, xoş arzuda görüşək. Sağ olun. Mənə söz verdiyinizə görə təşəkkür edirəm. Sağ olun. 92-ci ildə bir qəhrəmanlıq göstərən xanımımız da var aramızda.
O dağlarda, o obalarda onun da özünün ləhri oldu, izi oldu. Çalışdı ki, yaralı kardeşlerine kömək olsun. Çalışdı ki, şəhid olmuş oğullarımızın yani yola salınmasında onlara kömək olsun, ailələrinə çatdırılsın. Biz o xanımla bir neçə vaxt öncə mən telefonla danışdım. Bizim danışığımız gecə 3-ün yarısına qədər uzandı. Yəni onun səsində olan o titrəyiş, o danışdığı hər bir məqam mənim gözümün önündən keçdi. Elə bildim ki, o dağda, o səngərdə mən də onun yanındayam. Mən ona ictimai birlik kimi söz vermirəm indi. Ona elə o şəhid oğulların bacısı kimi söz verirəm. Simarə xanım buradadır, hər kəsin tanıdığı Sima xanım. Buyurun, yanıma gəlin, zəhmət olmasa. Buyurun. Ceylanınızı salamlayıram. Sizə də öz təşəkkürlər edirəm, Raziyə xanım. Bizim şəhidlərimizin, yəni torpaqlarımızın uğrunda candan keçən hər bir oğlumuzun qəhrəmanlığını, həyat yolunu ki, zətirlərə köçürürsünüz, kitablara köçürürsünüz, onlara tarix yazan oğulları siz tarixə yazırsınız. Yəni onlar əbədi qalacaq və bizdən sonra gələn nəsillər o kitablardan yenə bizim kimlərə minnətdar olduğumuzu biləcəklər. Yəni mən öz millətimlə, öz xalqımla fəxr edirəm. Yəni sizin kimi analarla fəxr edirəm. Öz növbərində Leyla anaya da yəni təşəkkürnamə gətirmişəm. Yəni Leyla ananın timsalında bütün analara öz təşəkkürümü bildirirəm ki, yəni mənim də, mənim övladlarımın da, gələcək nəslimizin də bir adam xoşbəxt bir dövlətdə yaşamasına səbəbkar anaların şəhid olan oğlanları qarşısında, yəni mən də borcluyam, baş əyirəm ruhları qarşısında, mənim ailəm də, mənim övladlarım da, mənim yəni gələcək nəslim də. Hamımız sizlərə, sizin övladlarınıza borcluyuz. Və mən özümü bəndə Leyla anaya öz təşəkkürnamə edirəm ki, yəni sağ olun, var olun, hamınız ki, belə övladlar böyütmüşsünüz, vətənpərvər övladlar böyütmüşsünüz. Hamınızın əllərindən öpürəm. Şəhidlərimizin ruhu qarşısında da baş əyirəm, ruhları şad olsun. Ben kövrəldim, danışa bilmədim, üzrü sayın məni. Raziyə xanım elə nöqtəmə toxundu ki, mümkün olmadı. Teşekkür ederim Raziyə xanım, əllərinə sağlıq, Allah səni var eləsin, sənə öz təşəkkürümü bildirirəm ki, sən də mənim oğlumu həmişə işıqlandırırsan. Çox sağ ol, var ol. Sima xanım da sənə də öz təşəkkürümü bildirirəm bugünkü bu təşəkkürnaməyə görə da. Mənim 2 övladım olub, hər ikisi ali təhsilli olub. Böyük oğlum İlqar Marsko Akademiyanın Elektromexanika fakültəsində oxuyub. 4-cü kursuna çatanda o qiyabı keçib, Teravut Tep kursunda tutarmışdı. Çünki o vətənpərvər, o qədər vətənpərvər idi ki, həm də atası idmançı olduğuna görə o böyük idmanın növləri ilə də məşğul olurdu əlavə. O sonuncu dəfə kəşfiyyata gedəndə erməni minasına tuş gəlmişdi. Biz burada analara, bacılara söz verdik. Burada aramızda bir şəhid qardaşı da var. O qardaş ki, illərdir yol gözləyir. Bugünkü gündə onun anası yaşlanır, amma gözü hələ də yollardadır. Mən istəyirəm ki, Akif'in bizlərə əmanət olan qardaşı Vahid müəllimə söz verək. Buyurun. Belə sizi yanıma dəvət eləmək istəyirəm. Buraya gəlin, zəhmət olmasın. Yanında kitab Deyirəm. Hər zaman müharibədən öncə tanış olmuşuq Xəyal müəllim. Sizə təşəkkür edirəm ki, gəlmişsiniz, minnətdaram. Dəniz xanım, sizə təşəkkür edirəm. Biz müharibədən öncə tanış olmuşuq bir-birimizlə və o zaman biz xeyriyyə tədbirlərində iştirak edirdik. O işlərlə məşğul idik, görüşürdük, bir-birimizin yanında olurduq və o vaxtdan bu vaxta da ayrılmaz dostlar olmuşuq. Dəniz xanım, Xəyal müəllim, sizin hər ikinizə təşəkkür edirəm. Burada bizim bir pedagogumuz var, Cəmafər müəllimə, Quba rayonundan
gəlib. Cəmafər xanım, buyurun. Onun özü də yazardı, səhv eləmirəmsə, 3 kitab müəllifidir, buyurun. Mən Cəmafər Əliyeva, Dörtürün Pedagoglu, həm də 3 kitab müəllifi, əlimdə axırıncı kitabımda yazılan yazıcı publisistkayım. Ben bu yıl şehit analar karşısında baş eğiyorum. Onların ellerinden öpürəm. Ve Leyla Hanım, ben size çok teşekkür ederim. Ona göre ki kitap çıkartmak doğrudan da bir seviyeli işti. Gerçekten. Bugün siz Raziye Hanım'la desteği getirmişsinizsə, ben size can sağlığı arzulayıram. Arzu ederim ki her zaman yolunuz olsun. Böyle güzel işlerle meşgul olun. Onsuz da vətənpərvər qadındır. Amma ki bu iş daha önemli oldu. Ben yani bunu çok almışlayıram. Raziye xanım, ben de artık iller uzun siz şəhidlər haqqında kitablar yazıldı. Bu çok bir təqdirə layiqdir. Ben özüm de sizin jurnalda, Oğul Yolu jurnalında bölgə müxbiriyəm. Vaxtaşları orada her bir bölgemizden, Azerbaycan'ın her bir bölgesinden olan şehitlerimiz hakkında məqalə oşiklər veririm, yazıram. Yani biz şehitlerimize hiç vaxt o şehitlerimizi, gazilerimize, reklamlarımıza can sağlığı versin. Ve arzu ederim bir de Azerbaycan'ın üzerinde hiç vaxt qara bulutlar olmasın. Herkesin özünden təbəssüm olsun. Ağlayarsa da sevinç yaşında olsun. Keder yaşında olsun. Sağ olun Cəmafər xanım, təşəkkür ederim. Değerli qonaqlarımız, siz hər biriniz məni tanıyırsınız, amma özüm haqqında qısa bir arayış vermək istəyirəm. Yəni, bəzən olur ki, anlaşılmamazlıq olur, bəzən olur ki, bilmirlər. Onu nəzərinizə çatdırım ki, mənim anam Ulu Borçalıdandır. Atam isə Qarabağdandır, Füzuli rayonundandır. Bu yaxınlarda bir nəfər mənə deyir ki, Raziyə xanım deyirlər ki, sən Füzulidən deyilsən. Ağdamlı görəndə deyirsən, Ağdamlıyam, Qubatlı görəndə deyirsən, Qubatlıyam. Amma, yəni mənim soy köküm, ana köküm çıxır, Ulu Borçalıya. Yəni, heç vaxt ya evimizdən çıxdığım, o dolu evimizdən çıxdığım səhnəni heç vaxt unutmaram. 30 ildən sonra torpaqlarımız azad oldu. Mən doğma Füzulimə getdim. Məhəlləmizi apardılar, mən məhəlləmizi, evimizi tapa bilmədim. Torpaqlarımız öz azadlığına qovuşdu. Bugün biz o yurda, o ilə, o obaya sevinç gözyaşları ilə qaydırıq. Abadlıq, quruculuq işləri gedir. Bəzən deyirlər ki, nə oldu, torpaqlar alındı, niyə getmədik? Təsəvvür edin ki, illər lazımdır ki, o yerlər abadlaşsın, biz cəmaatı ora köçürsünlər. Mən o günü həsrətlə gözləyirəm ki, o doğulub böyüdüyüm o torpağa dönəcəm, o evimizə, o yurdumuzda yaşayacaq. Fərqi yoxdur, hansı səmtdə olacaq evimiz, amma o torpaq mənim ana torpağım, ata-baba ocağımdır. Arkadaşlarımı salamlayıram, çox sağ olsunlar. Sizlə tədbirlər edib şəhidləri yad edirlər. Leyla xanım, Kifayət xanım, Rəziyə xanım, həmişə bizim arkamızda olmuşsunuz. Allah dayağınız olsun. Biz şəhid ailələriniz siz heç vaxt tək qoymursunuz. Şəhid ailələrində danışmaq bizə həm gülüvericidir, həm təəssüfləndiricidir. Biz ona görə təəssüflənirik ki, biz cavan balalar üçün şəhid verdik. Qürurlanırıq ki, balalarımız vətən yolunda gedir, torpaq yolunda gedir. Mənim oğlum ayaq götürüb, könüllü vətən yolunda gedir, şəhid olur. Sağ olsun Ali Başkomandanımız İlham Əliyev, Dəmir Yumruq kimi bizim balaları yığdı başına 30 ilin münaqişəsini 44 gündə həll elədi. O cürə balalarımıza dönür. Sağ olun. Təşəkkür edirəm. Flora anamın ürəyi doludur, nəsə sözü var. Buyur Flora ana. O ananın yeganə evladı, baş leytenant Quliyev Orxan Vaqif oğlunun bugün Füzulidə 15-ci ildə, bax bugünkü gün şəhid olduğu gündür. Anamın 10 ildir çırağı sönüb, arxası dayağı şəhid olub. Bəli, mən istəyirəm bugün elə Orxan balada o şəhidlərlə bərabər yad olunsun. Çünki o özü Minayə ana Naxçıvanda da olsa, mən onu tanıyandan həmişə o uşaq üçün həmişə belə bir nəsə də bir
anım belə günü eləmişəm ki, Sevinç yaxşı bilir. Biz yığışırmışıq, onun həmişə anım gününü keçirtmişik ki, qoy o ananın ürəyi şad olsun. Evladı dünyaya gəlir, onun da adını yenə də Orxan qoyublar. Bəli, o Orxan balanın da Minayə ananın gözündə min budaq, min çıraq eləsin. Qoy bütün analar yerlərində o özlərindən sonra dünyaya gələn balalar o evlərə işıq olsun. Larımız şəhid oldu. 44 günlük vətən müharibəsi, aprel döyüşləri, Tovuz hadisələri, qisas əməliyyatı, ola bilər yerlərini fərqli dedim, amma fərq etməz. Bunların hər biri bir qəhrəman oldu. Siz də bir iki kəlmə danışasınız. Ben de herkesi salamlayıram. Çok sağ olun Aziye Hanım, teşekkür ederim. Flora ana danıştı, Naxçıvanda olan şəhidimiz haqqında. Mən də istəyirəm, o qardaşımız bayaq dedi, Azad Zeynalovun dünən doğum günüydü. Bizim balamız. Mən də getmişdim 2020 şəhid anaları ilə birlikdə Azad Zeynalovun doğum gününə. Onu qeyd eləyə bilərəm ki, itkindir, bəli, itkindir. Bacıları çox gözəl ona mövlud elədilər. Həm də Azad Zeynalov üçün kitab təqdimatı idi. Böyük bir təntənəli kitab təqdimatı oldu. Mən də özümü xoşbəxt hesab edirəm ki, həmin o təqdimatda mən də iştirak elədim. Özümü bir şəhid anası kimi borçlu bildim ki, həmin gün o bacıların yanında olan. Həkimin məqamı olsun. Sizlərə təşəkkür edirəm Leyla xanım, Şəhid xanım, Razif xanım. Allah köməyiniz olsun, həmişə şəhidlər ışıqlandırırsınız. Çox sağ olun. Ben 92. yılda yaralanmışım. Yaralanmışım çünkü bir kara kutkaçtı. Ben özüm yaralananda anam bana demişti ki telefonla sen deyilirsin, danışarsın. Ben danışan vaxtları anama dedim ki kaçın bir yerlere gelebilmedim. Neyse bunu deyəndə bu anam dedi niye? Dedim bulutlar çoxalıqdır, qara bulutlar götürüb Füzuli'ne. Bunu deyən vaxtları anam dedi ki elə demə. Füzuli çox etkin. Füzuli'də həmən zonada Qaraxanbəyli Alxanlı zonasında həmən bu bölgədə çox qırğınlar oldu.